2025-ci ildən etibarən minimum əmək haqqının artması ilə bağlı olaraq artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad olmuş, tibbi və eləcə də sosial müdafiə ehtiyacı olan vətəndaşlarımıza ödənilən birdəfəlik müavinətdir. Nəzərə alsaq ki, bu müavinətin məbləği minimum əmək haqqının 4 misli həzmində müəyyənləşib. Həmin müavinətin məbləğinin 1380 manatdan 1600 manata dək yüksəlməsinə gətirib çıxarıb. Bu ödəniş almaq üçün vətəndaşlarımız şəxsiyyət vəsiqəsinin surəti, eyni zamanda cəzadan azad olmaqla bağlı arayış və eləcə də əgər təbii ki, bəraət alıbsa, bunu təsdiq edən sənədi təqdim etməklə həmin ödənişin əldə edilməsini həyata keçirə bilər. Nəzərə alsaq ki, ödənişə məsul olan qrup Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir və Nazirliyin müvafiq qurumları tərəfindən sənədlər, müraciətlər qəbul olunduqdan sonra 10 gün ərzində müraciətə baxılır və cavab verilir. Əgər imtina cavabı varsa, bu zaman 5 gün ərzində vətəndaşa imtinanın səbəbləri ilə bağlı arayış təqdim olunur. Əgər hər hansı bir vətəndaşımızın bu müavinət almaq hüququ varsa, amma həmin hüquqdan istifadə etməyibsə və son 3 ildə cəza çəkmə müəssisəsindən azad olunubsa, həmin vətəndaşlarımız da müraciət edib 1600 manatlıq ödənişi əldə edə bilərlər.